Azərbaycanda qeydiyyata alınan sahibkarların sayı 1,6 milyonu ötüb. Bu barədə Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Sahibkarlar Günü və 2025-ci ilin ölkədə konstitusiya və suverenlik ili elan edilməsi münasibəti ilə keçirilən konferansda deyib. Onun sözlərinə görə hazırda 212 mindən çox hüquqi şəxs statusuna malik sahibkarlıq fəaliyyəti göstərir ki, bu da əvvəlki illərlə müqayisədə 7,1% artım deməkdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da sahibkarlıq fəaliyyəti ilə sürətli inkişaf edir. 10-cu ildir ki, biz bu günü qeyd edirik. Sahibkarlığımız da bilirsiniz, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Dünyada baş verən bütün kataklizmləri hamımız bilirik, ticarət müharibələri və baş verən iqtisadi böhranların arasındakı məsafələrin azalması fonunda Azərbaycan sahibkarları da bu çağırışlara qarşı çalışır. Ekosistemdə vəziyyət günü-gündən irəliyə doğru gedir və biz bunu rəqəmlərdə də görürük. Az öncə bizim keçirdiyimiz konferansda da gördük ki, rəqəmlər qeyd olundu. Rəhbər şəxslər tərəfindən belə ki, artıq 2024-cü ildə ümumdaxili məhsul 126 milyardın üzərində idi. Bu ilin ilk 3 ayının statistikasına görə ümumdaxili məhsul 30 milyarda yaxınlaşıb. Bu ötən illə müqayisədə 0,3% çoxdur. Bu özü özəl sektorunda ümumdaxili məhsuldakı iştirakı, mühüm əhəmiyyət kəsb edir. Rəqəmlər belə ki, bildiyiniz kimi artıq 83%-in üzərində özəl sektorun ümumdaxili məhsulda payı vardır. Məşğulluğun təmin olunmasında özəl sektorun payı 78%-in üzərindədir. Bütün bu rəqəmlər bizə ümid vericidir. Biz inanırıq ki, Azərbaycan sahibkarları Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlara adekvat olaraq inkişaf edəcək və günü-gündən də vergi ödəyicilərimizin və sahibkarlarımızın sayı artacaqdır.